Ay işsizlikdən əziyyət keçən gözəl insanlar. Deyirsiniz ki, iş yoxdur, dolanmaq çətindir, problemimiz var, nə bilim, çörək qazanmaq olmur, çörək pulu yoxdur, filan yoxdur, bəsman yoxdur. Mən sizə işin asan yolunu öyrədim. Yəni, belə bilmək istəyirsinizsə, indi məni izləyən insanlar, deyəcək ki, elə yaxşıdırsa, bu çamadanı götür, özün apar sat da. Vallah billah bu işi mən görmüşəm. Mənə bəlkə başqa bir sahədə nəsə danışsalar, mənə çətin gələ bilər. Amma bu səyyar ətir satmaq haqqında kimsə desə ki, bu iş çətindir, bəli, hər işin öz çətinliyi var. Amma mən sizə məsləhət görürəm ki, yəni rahatlıqla öz ailənizi rahat dolandırmaq istəyirsinizsə, yaxınlaşırsınız bizim Atlar Qalerinin filialına. Yəni 4 dənə filialının 4-ünədir. Əməkdaşlarımız sizə izah eləyir ki, çamadanla ətir satmaq necə olur? Götürürsünüz çamadanı, bizdən çamadanı alırsınız. Onu da qeyd edeyim ki, əgər 600 manatlıq ətir alsınız, çamadan və içindəki 48 ədəd qabları pulsuz düşür. Bu da bir dənə bizdən elə bil ki, müştərilərimizə bir dənə jest. Yəni siz dursunuz ki, birdən-birə mağaza açasınız, ətir mağazası açasınız. Ətir mağazasını açmaq biraz risklidir. Niyə risklidir? Çünki ətirdən anlayışın olmalıdır. Mən bu günləri niyə, misal üçün 4 dənə filialım var? Onu bir dənə indi sual verərsiniz ki, misal üçün bu Rafiq qardaş nətər oldu ki, çamadanla ətir satırdı, indi 4 dənə mağazası var. Mən həmin o sual verən insanlara nə deyirəm? Deyirəm ki, bəli, mənim 4 dənə mağaza qurmağımın səbəbi birincisi bu çamadan olub. Yəni çamadanla birinci başlamışam ətir satmağa, ətirin bütün incəliklərini bu çamadanla tutmuşam. Sonra görmüşəm ki, mən bu işdə neynədim? Bişdim. Bu işdə bişəndən sonra mən fikirləşdim ki, neyniyim? Çamadanın başını buraxım, keçim, işimi böyüdüm də, mağaza açım. Bakıxanovda bir dənə mağaza açdım. Sonra gördüm ki, Bakıxanovda işim yaxşı gətirdi. Sonra birini açdım, Əcəmdə açdım. Birini açdım, İnşaatçılarda açdım. Birini də açdım, Nərimanovda. Yəni siz də əgər iş qurmaq istəyirsinizsə, bu işə kiçik baxmayın. Ola bilər iş qıraqdan kiçik kimi görsənə bilər. Amma bu iş bir məktəbdir. Bu çamadanın özü var ha. Bunun özü bir məktəbdir. Yəni gəlin bizlə əməkdaşlıq eləyək. Biz sizə dəstək olaq. Başlayın bu işi qurub neynəməyə, artırmağa. Sonra isə elə müştərilərimiz də var ki, ola bilər çamadanla ətir satmağa neynəyə bilər? Utana bilər. Əslində utanc hissi insan nə vaxt duya bilər? Oğurluq eləyəndə, nə bilim qumar oynayanda, pis işlər görəndə, yəni utana bilər. Amma halal pul qazanırsansa, utanmağa ehtiyac yoxdur. Yəni mənim gedib qumar oynamağımdansa, yəni haram pul qazanmağımdansa, ondan sonra gedib oğurluq eləməyimdənsə, şəxsən mən kiminsə gedib ayaq yolsun təmizləyərəm halal pul qazanmağımdan ötürü. Amma oğurluq eləmərəm. Mən də sizə məsləhət görürəm ki, halal pul qazanmaqda narahatçılıq yoxdur, utanmaq da lazım deyil. Kim istəsə çamadanla satış eləsin, kim də əgər utanarsa, birdən utandısa, bizim belə gözəl şəkildə nəyələrimiz var? Stentlərimiz var, ətir stentlərimiz var. Ölçülər də fərqli ölçüdədir, yəni balaca da var, böyük də var. Kimin nəyə bütçəsi çatırsa, birinci 2-3 dənə marketə, ya nə bilim köşkə alsın bu stentlərdən, ətir qoysun bunların içinə, aparsın, satsın. Daji aparıb yerləşdirsin, görsün ki, tələbat var. Tələbat olandan sonra yavaş-yavaş neynəsin? Bu stentlərin sayını çoxaltsın. Çox demirəm. Hər bir köşkdə bir dənə ətir satılsa, hər bir marketdə bir dənə ətir satılsa gün ərzində. Hərəsindən bir dənəsi qalsa, tutalım elə bil ki, bundan 100 dənəsini bu stentdən aparıb 100 dənəsini yerləşdirmişsiniz. Hara? Marketlərə, köşklərə aparıb yerləşdirdiniz. Heç nə demirəm. Hərəsindən 1 manat qalsa, 100 dənə mağazaya yerləşdirsiniz bundan, həmin bu stentlərdən. Sizə elə bil ki, 100 manat əlavə elə bil ki, gəlir gələcək. Bu işi ikinci iş kimi də qura bilərsiniz. Yəni, belə deyək də, misal üçün, haradasa işləyirsiniz, pulunuz, yəni maaşınız sizi qane eləmirsə, bu işi ikinci iş kimi də neyə bilərsiniz? Qura bilərsiniz Allahın izni ilə. Yəni, işdən qorxmaq lazım deyil. Qorxmaq lazım deyil ki, necə deyirlər? Deyirlər, qorxan gözə, ataların bir misalı var, deyir, qorxan gözə kök düşür. Qorxmaq lazım deyil, risk eləmək lazımdır.
Əslinə qalanda burada bir risk, böyük bir risk yoxdur. Yəni bu stenti hər kəs alıb, hansısa bir köşkə yerləşdirə bilər, çamadan gəlib götürüb, aparıb nə edə bilər? Aparıb özünü yoxlaya bilər ki, görün mən ümumiyyətlə biznesdən nə yerdəyəm? Yəni mən belə deyək də ticarətçi ola bilərəm, yoxsa yox. Sən əgər məsəl üçün çamadanla satış eləyə bilmirsənsə, sən necə böyük bir dənə mağaza açıb, ətir mağazası, böyük bir dənə biznesmen ola bilərsən? Biznesmen olmaqdan ötürü bu məktəbdir. Birinci bununla özünü yoxla, birinci bu stentlərlə özünü yoxla, gör sən hardasan, biznesdə hardasan. Sonra isə gördün ki, yetişmisən, yetişməyi hiss eləyəndən sonra mağazalar açarsan, biz də dəstək olarıq, mebel yığdırarsınız, nə bilim, ətirlər vurarıq ora, gələrik orada reklam eləyərik, nə eləyərik, əlbir olub, yəni Allahın iznə bu işi böyüdərik. Allah razı olsun. Əssəlamu aleykum və rəhmətullah.